Bildiyiniz kimi mən bir çox məsələlərdə özümü geri çəkən insanım, eləcə də reklam məsələsində. Amma təbii ki, çox layiqli, çox dəyərli məhsullar olanda, mənim özümə xoş olanda, mən istəyirəm ki, onu dəyərli izləyicilərimizə də təqdim edim. Onlar da o dəyərlərdən yararlansınlar, keyfiyyətli məhsullardan yararlansınlar və bugün mənə çox xoş oldu ki, bu cür keyfiyyətli, dəyərli məhsulları mən özüm şahid oldum. Bunlardan daddım və yenə də dadacağıq təbii ki. Yeni dad, Gürcü xəngəli. Təbii ki, çeşidlər çoxdur. Mən sadəcə məhsul olaraq bu adı istədim ki, bütün izləyicilərimiz görsün və həqiqətən də mən vurğun oldum. Çox sevdim və qeyd etdiyim kimi sözümün əvvəlində istəyirəm ki, sevdiyim təmiz, keyfiyyətli məhsulları bütün izləyicilərimizə, bütün dostlarımıza, əzizlərimizə də təqdim edim. Və əziz dostlar, bunu xüsusi qeyd etmək istəyirəm ki, bu məhsullarımız bizim Dilbər güşələrimizdən biri olan Akstafa rayonundan əlbəttə ki, təqdim olunur. Bütün evlərə sifariş edə bilərsiniz.